Salam əziz abituriyentlər, bugünkü mövzumuz Dövlət İmtahan Mərkəzinin 2025-ci il tarix test toplusunda yer alan coğrafi kəşflər İspaniya mövzusudur. Gəlin başlayaq. Birinci suala baxırıq, deyir, böyük coğrafi kəşflərin nəticələrinə aid deyil. Yəni, yanlış olanı seçməliyik. A variantında deyir, tarixi böyük İpək yolunun əhəmiyyətinin artması. Burada artması yox, azalması olmalıdır. Yəni, öz əhəmiyyətini itirməsi olmalıydı. Çünki böyük coğrafi kəşflər nəticəsində Hindistanın dəniz yolu kəşf olundu və bunun sayəsində də, məsələn, Venesiyanın Geniyada öz əhəmiyyətini itirir. Eyni zamanda böyük İpək yolu öz əhəmiyyətini itirmişdi. Buna görə də Azərbaycanda hətta yeni ticarət yolları axtarışına çıxmışdılar. Deməli, 15-ci əsr aiddir. İngiltərədə ilk parlament 1265-də, atıram. Kresi vuruşması 1346-da, atıram. Abusburq müqaviləsi 1555-də, atıram. Avropalılar tərəfindən Hindistana gedən dəniz yolunun kəşf edilməsi. Bu da 1498-ci ildə Vasco da Gama rəhbərliyi ilə düzgündür. Almaniyada reformasiya hərəkatının başlanması 1517-16-cı əsrə aiddir. Böyük coğrafi kəşflərin nəticəsində baş vermiş dəyişikliklərdən biri ticarət yollarının Aralıq dənizindən Baltik dənizinə keçməsi. Böyük coğrafi kəşflərin nəticəsində ticarət yolları dənizlərdən okeanlara keçmişdi deyə A-nı atırıq. Ticarət yollarının okeanlardan dənizlərə yox, dənizlərdən okeana keçməsi olmalıdır. Konstantinopol xaçlar tərəfindən tutulması 1204-cü ildədir. Böyük coğrafi kəşflər isə 15-16-cı əsrləri əhatə edir. Avropada əmtəz istehsalı azalmır, əksinə yaxşı nəticələr olur. İspaniyanın Braziliyadan başqa bütün Cənubi Amerikaya sahib olması düzgündür. Çünki Braziliya Portuqaliya tərəfindən tutulmuşdur. Böyük coğrafi kəşflərin nəticəsində baş vermiş dəyişikliklərdən biri, deməli, Braziliyanın Portuqaliyanın müstəmləkəsinə çevrilməsi. Az öncə də dediyim kimi, Braziliyadan başqa bütün Cənubi Amerika İspaniyanın idi, Braziliya isə Portuqaliyanın idi. Klassik feodalizm dövründə İspaniya, Frank dövlətinin hökmdarı Böyük Karlın yürüşünə məruz qaldı. Böyük Karl 768-814-cü illərdə hakimiyyətdə olub. Klassik feodalizm dövrü isə 11-15-ci əsrləri əhatə edir deyə A-nı atırıq. Kordova xilafətinin tərkibinə qatıldı. Kordova xilafəti sərbi yürüşlərin nəticəsində dağılmışdı. Yəni, belə bir şey olmamışdı. B-ni atırıq. Katolik hissəsi mövqeyini güclü zərbə endirdi İspaniya. Bu da yanlışdır. Aragon və Kastiliya dövlətlərin birləşməsi nəticəsində vahid dövlətə çevrildi 15-ci əsr, yəni 1479-da D-düzgün variantdır. Dəniz döyüşündə İngiltərə donanması məğlub etdi. Yox, İngiltərə onu məğlub etdi. 1588, bu da heç klassik feodalizmə yox, son feodalizm dövrünə düşür. 15-ci əsrin sonunda, deməli, İspaniya krallığı Qranadanı işğal etdi. 1492 C-düzgün variantdır. Böyük coğrafi kəşflər dövrünə aiddir. Fransada ilk başlatdılar. Böyük coğrafi kəşflər 15-16-cı əsrləri adətən əhatə edir. Fransada ilk başlatılan çalınması isə 1302-ci illərdə. A-nı atıram. Vasco da Gama'nın ekspedisiyasının Hindistanın daxil olması 1498 bu aiddir. Watt Tyler'in yatılması 1381, yüzillik müharibənin başlaması 1337, Kordova xilafəti isə 8-ci əsrin 50-ci illəri. Böyük coğrafi kəşflər dövrünə aiddir. Pireneya yarımadasında Rekonkista hərəkatının başlanması, bu sərbi yürüşlərinə aiddir, atırıq. İngiltərədə ilk parlament 1265-dir, Jaklar üsyanı 1358-dir, Xristian kilsəsinin qərb və şərq kilsəsinə parçalanması 1054-dür, amma ilk dünya səyahəti həqiqətən də böyük coğrafi kəşflərə aid 1519-22-ci illər Ferman de Magellanın başçılığı ilə olmuşdur. Böyük coğrafi kəşflərin Amerika və Afrika əhalisi üçün oxşar nəticəsi, deməli, deyir, şəhər mədəniyyəti yarandı. Belə bir şey yox idi, müstəmləkə əsarətinin başlanğıcı qoyuldu. Deməli, müstəmləkə əsarətinin başlanğıcının qoyulması Afrika, xüsusən də Afrika əhalisi üçün oxşarlıq təşkil edir ki, müstəmləkə rejim yarandı, işğallar yarandı. İşğallar 1939-45 İkinci Dünya müharibəsi dövrünə qədər davam etmişdi. İkinci Dünya müharibəsindən sonra müstəmləkə işğalları artıq başa çatmış oldu. Amerikanın Avropalılar tərəfindən müstəmləkəyə çevrilməsi başlanmışdır. Deməli, Kristofer Kolumbun Amerikanı kəşf etməsindən sonra. Çünki burada Amerikanın yerli xalqı olan hindulara qarşı dəhşətli soyqırımlar törədildi və Avropalılar bura öz xalqını köçürməyə başladılar. Kolumbun Amerikanı kəşf etməsi nəticəsində deyir ki, Braziliya İspaniyanın ən böyük müstəmləkəsi oldu. Bu yanlışdır. Şimali Amerikada istiqlaliyyət müharibəsinin baş verməsi. Kristofer Kolumb Amerikanı 1492-də kəşf etmişdi. Şimali Amerikada da istiqlaliyyət
fəaliyyət müharibəsi 1775-83-cü illərdir, yəni əlaqəsi yoxdur. Amerika xalqlarında ilk dövlətlərin meydana gəlməsi. Bu da yanlışdır. Avropalılar Amerikalıların qədim mədəniyyəti məhv etdilər. Bəli, bu düzgün. Dedi ki, buradakı yerli xalqları da soyqırıma məruz qoymuşlar. Qranadanın süqut etməsi ilə Portuqaliya krallığının ərazisi İspaniya və Fransa arasında bölüşdürüldü. Bu yanlışdır. Burada cavab olmalıdır. Portuqaliya istisna olmaqla bütün Pireneyin yarımadası İspan kralının əlinə keçdi 1492-ci ildə. Deməli, Qərbi Avropa ölkələrinin 16-cı əsr tarixinə aiddir. İlk feodal dövlətlərin yaranması yanlışdır. Erkən feodalizm dövrünə aiddir təbii ki bu. Mərkəzləşmiş dövlətlərin yaradılmasına əsas qoyması 11-ci əsrdə var. Məsələn, İngiltərə Karavella adlanan xüsusi yelkənli gəmilərdən istifadə olunmaz deyir. Olunmağa başlaması desəydi 15-ci əsri götürərdik, amma olunur deyə artıq, yəni ondan sonraki dövrlərə də aid olduğuna görə düzgün variantdır. Avropada son feodalizm dövrünə aiddir. Məsələn, Normandiya hersoqu Vilhelmin İngiltərəni işğal etməsi 1066-dır. Son feodalizm isə 16-17-ci əsrdir. Xaç yürüşləri 1096-da başlamışdı. Anlatıram. Konstantinopol Osmanlılar tərəfindən fəth olundu 1453-15-ci əsr, yəni klassik feodalizmə düşür. Magellanın ilk dünya səyahəti isə 1519-1522-ci illəri əhatə edir. Bu da son feodalizmə düşür. Fransada ilk başlatlar 1302-dir, deyəni də atırıq. Qərbi Avropada klassik feodalizm dövründə burjua inqilabları baş verdi. Deməli, burjua inqilablarının baş verməsi 17-ci əsrdən sonradır. Klassik feodalizm 11-15-ci əsrləri əhatə edir. Frank imperiyasının meydana gəlməsi 800-cü ildə. İlk qanun topusu 6-cı əsrdə deyək, yəni Xlodvigin dövründə. Franklarda dövlət yarandı. Frank dövlətinin yaranması 486-dan sonradır. Grand Əmirliyin süqutu isə 1492-ci ildədir, yəni 11-15-ci əsrlərə bu düzgün gəlir. Məntiqi ardıcılığı tamamlayın. Ənənəvi ticarət yollarının Osmanlıların nəzarəti altına keçməsi 1453-cü ildə. Böyük coğrafi kəşflər başlayır, deməli 15-16-cı əsrlərdə. Ticarətdə birinciliyin Şimali İtaliya şəhərlərinin əlinə keçməsi, bu deməli sərhəd yürüşlərindən sonra Venesiya və Geniyanın əlinə keçmişdi. Ona görə A-nı atıram. Burada biz coğrafi kəşflərin nəticəsini yazmalıyıq. Okeanlardan keçən ticarət yollarının Osmanlıların əlinə keçməsi xeyr, əksinə dənizlərdən okeanına ticarət yolları keçdi. Və Osmanlılardan sonra, deməli, əksinə Osmanlıların əlindən ticarət yolları çıxmışdı. Braziliyanın İspaniyanın müstəmləkəsinə çevrilməsi, bu da yanlışdır. Braziliya, deməli, Portuqaliya müstəmləkəsinə çevrilmişdi. Braziliyadan başqa bütün Cənubi Amerika İspaniya müstəmləkəsi idi. Şərq ölkələrində kapitalist münasibətlərin inkişafını sürətləndirməsi, bu da yanlışdır. Avropadan söhbət getməlidir. Müstəmləkə işğallarının şəraitinin yaradılması bu düzgündür. İspaniya və Portuqaliyada ilk müstəmləkə işğallarına başlamışdı. Məntiqi ardıcılığı tamamlayın. Kiçik Asiyadan və Suriyadan keçən ticarət yollarının Osmanlı əlinə keçməsi 1453. Avropalıların Asiyaya gedən yeni yollar axtarışını sürətləndirməsi artıq böyük coğrafi kəşflərin başlaması deməkdir bu. Deməli, ona görə düzgün variant. 18-ci suala baxırıq. Elirvin diaqramına əsasən uyğun bəndləri müəyyən edir. Xaç yürüşlərinin nəticəsi və böyük coğrafi kəşflərin nəticəsi. Deyir, şərq ölkələrin Avropalıların qarət və dağıntılarına məruz qalması. Bu, hər ikisinə də aid götürülə bilər. Ona görə A-nın ikisinə də götürürük. Daha sonra Böyük İpək yolunun öz əhəmiyyətini itirməsi. Bu isə deməli, Böyük İpək yolunun öz əhəmiyyətini itirməsi aiddir, deməli, coğrafi kəşflərə. Aralıq dənizində aparılan ticarətdəki birinci Şimali İtaliya şəhərlərinin əlinə keçməsi. Şimali İtaliya dedikdə axırımıza Venesiya ilə Geniya gəlir. Bu da sərhəd yürüşlərinə aiddir. Müstəmləkələrin yaranması böyük coğrafi kəşflərə aiddir. Avropalıların kağız və barıtla tanış olması isə xaç yürüşlərinə aiddir deyə cavab olur A variantı. Böyük coğrafi kəşflər dövründə Portuqaliya və İspaniya. Deməli, bunların ələ keçdiyi ərazilərdən söhbət gedir burada. Hörmüz limanında möhkəmlənmək Portuqaliyaya aiddir. Braziliyadan başqa bütün Cənubi Amerikanı tutdu. Deməli, Braziliyadan başqa bütün Cənubi Amerikanı tutdu məsələsi də İspaniyaya aid olmalıdır deyə atıram. Çin və Yaponiya sahillərinə gedib çıxdı. Bu düzgündür. İspaniya ilk dünya səyahəti etdi. İspaniyada Fernando Magellan düzdür. Aztek dövlətinə son qoydu. Bu da düzgündür. Həmçinin İnklərə də Ümid burnunu kəşf etdi. Ümid burnunu kəşf etmək isə deməli Portuqallara aiddir. Bartolomé Diaşa. Bunu da atıram. Cavab olur B variantı.
Hindistanın dəniz yolu kəşf edildiyi əsrdə, yəni 15-ci əsr 1498-ci ildən söhbət gedir. Fransada hansı hadisə baş vermişdi? Tudorlar sülaləsi Fransada deyil, İngiltərədədir 1485. Baş Ştatlar adlı məclis 14-cü əsr 1302-yə düşür, yəni bizə 15-ci əsr lazımdır. 100 illik müharibə bu qalibiyyətlə başa çatdı 1453-də. Ona görə C-ni götürə bilərəm. Azərbaycanda Bayandurlu sülaləsi hakimiyyətə gəldi, yəni Ağqoyunluların hakimiyyətə gəlməsi bu da aiddir. Hökmdarın yanında Ali Divan adlı qanunverici orqan fəaliyyət göstərməsi. Bu yanlışdır. Teymuri qoşunları məğlub edildi Azərbaycanda. Məsələn, 1405-ci ildə aiddir. Bunu da götürə bilərəm. Cavab olur Y variantı. Uyğunluğu müəyyən edin. Böyük coğrafi kəşflərin səbəbləri və nəticələrini seçməliyik. Roma papalarının Avropada qarətçi siyasət yürütməsi. Bu yanlışdır. Dünya ticarətinin yaranması, böyük coğrafi kəşflərin səbəbi yox, nəticəsidir. Siyasiya və Suriyadan keçən ənənəvi ticarət yollarının Osmanlının nəzarəti altına keçməsi. Bunu götürə bilərik. Ticarət yollarının Aralıq dənizindən okeanlara keçməsi bu nəticədir. Dənizlərdən okeana keçmişdir. Avropada Roma papasına tabe olmayan müstəqil kilsələrin meydana gəlməsi. Bu yanlışdır. Müstəmləkə işğalların başlanması isə düzgündür. Cavab olur 1C, 2AC. A doğru variantdır. Uyğunluğu müəyyən edin. Almaniya, İngiltərə və İspaniya. Kastiliya Araqonun birləşməsi nəticəsində vahid dövlətə çevrilməsi İspaniya. 3-ə A aiddir. İlk dünya səyahətinin həyata keçirilməsi də İspaniyaya aiddir. Fernando Magellan. Cəngavərlərdən qalxan pul adlı xüsusi verginin alınması da İngiltərəyə aiddir. C-ni götürürük. Thomas Müncherin rəhbərliyi ilə kəndli müharibəsinin baş verməsi Almaniyaya aiddir. 15-ci əsrdə Hindistana gedən dəniz yolunun kəşf edilməsi. Bu da Portuqallara aiddir. Burada elə bir variant yoxdur. Cavab olur 1. D, 2C, 3AB. 23-ə baxaq. Dövlətlərin 15-ci əsr tarixinə aid uyğunluğu 1. İspaniyadır, 2 də Fransadır. Avropada sonuncu müsəlman dövlətinə son qoydu. Burada deməli, sonuncu müsəlman dövlətinə son qoyan, yəni Kordobaya son qoyan İspaniyadır. 1-ə A-nı götürürəm. Ərazisini İngilis işğalından azad etdi. Bunu Fransaya götürə bilərik. Deməli B. İlk baş ştatlar çağırıldı 1302-ci ildə. C-ni atıram. Fransada olmalıydı, amma 14-cü əsrə düşür. İlk dünya səyahətinin həyata keçirilməsi 1519-16-cı əsr deyə atıram. Rekonquista hərəkətinin nəticəsində mərkəzləşmiş dövlət yaradıldı. Deməli də bunu da götürürəm. Yenə İspaniya. Cavab olur 1A, Y, 2B. Dövlətlərin 11-ci əsr tarixinə aid uyğunluğunu müəyyən edək. Deməli, söhbət gedir İspaniya və İngiltərədən. Kordova əmirliyinin parçalanması. Kordova İspaniyada olduğuna görə, yəni bu ərazidə olduğuna görə 1-ə A-nı götürürəm. Mərkəzləşmiş dövlətin əsasının qoyulması 1066 Hastings döyüşü nəticəsində İngiltərədə B-ni də götürürəm. Vahid Kral Məhkəməsinin yaradılması 11-ci əsrdə deyil. 3-cü xaç yürüşündə iştirak etmək. 3-cü xaç yürüşü 12-ci əsrdə atıram. Məğlub edilməz armada 16-cı əsrdə bunu da atıram. Cavab olur 1A, 2-də B. Dövlətlərə aid uyğunluğu müəyyənləşdirək. Deməli, söhbət gedir İspaniyadan, Fransadan, həmçinin Osmanlıdan. Qranada əmirliyinə son qoyulması aid İspaniya. 1-ə A-nı götürdüm. Deməli, Rekonquista hərəkəti nəticəsində qovulmuş yəhudilərə sığınacaq verdi. Qovulmuş yəhudilərə sığınacaq verən, deməli, olur burada Osmanlı dövləti. Buna da götürə bilərik B-ni. Baş Ştatlar adlı nümayəndəli orqana malik idi. Baş Ştatlara malik olan olur Fransa. Yəni C. 2-ə. İlk dünya səyahətini həyata keçirmişdi İspaniya. Bunu da 1-ə götürürəm. 100 illik müharibədə məğlub olmuşdu İngiltərə. Burada da heç İngiltərə olmadığına görə atırıq. Cavab olur 25-ci sualda 1AD, 2C, 3-də B. 26-ya baxaq, uyğunluğu müəyyən edin. 1-də deməli aiddir. Deməli 1 aiddir Portuqaliya, 3 aiddir İspaniya, 2 də aiddir İtaliyanın ərazilərinə. Avropada siyasi sərhədlərini müəyyənləşdirən ilk dövlət olur. Deməli təbii ki də Portuqaliya. A-nı götürürəm 1-ə. Peruda İnklərin dövlətinə son qoymaq İspaniyaya aiddir. B-ni götürürəm. Böyük coğrafi kəşflərin nəticəsində yeni ticarət yollarından kənarda qaldı. Venesiya ilə Genya. C-ni götürürəm. Braziliyanı öz müstəmləkəsinə çevirdi. Deməli, Braziliyanın müstəmləkəsinə çevirəndə Portuqaliya idi. D-ni də götürürəm 1-ə.
Deməli, Braziliyadan başqa bütün Cənubi Amerikanı öz müstəmləkəsinə çevirən də İspaniya idi. Krit adasının fəth edilməsi də Osmanlıya aid idi. Cavab olur 1A-D, 2C, 3-də B. Belə əziz abituriyentlər, əgər daha çox video izləmək istəyirsinizsə kanalıma abunə olmağı, videonu bəyənib şərh yazmağı unutmayın.